Salam dostlar. Bu il görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin, mərhum akademikimizin 90 illik yubileyi qeyd olunur. Biz bu yubiley münasibətilə filologiya elmlər doktoru Sərxan bəy Xavəri ilə bir müsahibə eləmək qərarına gəldik və biz istəyirik ki, Yaşar Qarayevi həm şəxsiyyət olaraq, həm bir alim olaraq, ədəbiyyatşünas olaraq onu tanıyanlara yox, tanımayanlara tanıdaq və onun bir portretin yaratmağa, müasir çağımızın şərtlərinə uyğun bir portretin yaratmağa çalışacağıq. Və mən dərhal ilk ağlıma gələn o dövrü ifadə eləyən, o dövrün belə deyək, sənətinə, ədəbiyyatına tətbiq olunan ideoloji müdaxilələri ifadə edən bir sualla giriş sualımı vermək istəyirəm. Sərxan bəy, biz bilirik ki, o Sovet dövründə xüsusilə ədəbiyyata, sənətə bir ideoloji konjunktura, ideoloji senzura tətbiq olunurdu və o dövrün belə deyək, elmi publisistik dili daha çox partiya sxolastikasının dilinə uyğunlaşdırılmışdı. Və Yaşar Qarayev haqqında yazılan, danışılan bütün məlumatlarda, bütün yazılarda onun dilinin bu ideoloji müdaxilələrə müqavimət göstərdiyi ifadə olunur. Mən istəyərdim ki, bax, əvvəl buradan başlayaq. Sovet dövrü, konjunktura, senzura və Yaşar Qarayev yaradıcılığı. Aydındır. Çox sağ olun. Öncə dəvətə görə təşəkkür edirəm və növbəti çəkilişinizi də mərhum Yaşar Qarayevin yaradıcılığına həsr etdiyinizə görə də təşəkkür edirəm. O ki, qaldı suala, həqiqətən də Sovet hakimiyyət illərində, 20-ci əsrin 60, 70, 80-ci illərində Yaşar Qarayevin yaradıcılığı xüsusi bir hadisə idi. Yaşar müəllimin yaradıcılığı, şəxsiyyəti, Azərbaycan elmi, ictimai, humanitar düşüncəsinin inkişafındakı xidmətləri haqqında çox yazılıb, çox deyilib. Həm Azərbaycanda, həm Türk dünyası miqyasında, həm dünyada o mənada keçmiş SSR respublikalarında Yaşar müəllim kifayət qədər məşhur olubdur. Sizin sualınıza cavab mənasında bunlardan birinin üzərində mən xüsusi dayanıb və dediyiniz o sovetizm, Sovet dövründə elmin konjunkturasının ziddinə Yaşar Qarayevin yaradıcılığının izahı üçün bunlardan bir sitatın üzərində dayanmaq istəyirəm. Nizami Cəfərov, akademik Nizami Cəfərov Yaşar müəllimə həsr etdiyi məqalədə belə bir fikir irəli sürür ki, Yaşar Qarayevin yaradıcılığı təxminən belə vulkan kimi püskürən psixoloji idraki və ictimai enerjisi ilə birlikdə tamamilə puxtələşmiş və hər şeydən əvvəl özünü özündə təhlil və təsdiq edən bir şəxsiyyətin yaradıcılığıdır. Ola bilər, indi sitatı olduğu kimi demirəm, amma əsas məzmununu çatdırmağa çalışırıq. Burada əsas açar söz hər şeydən əvvəl özünü özündə dərk və təsdiq edən. Yəni, ilk baxışdan adi ritorika kimi təsir, ritorika təsiri bağışlayır. Amma əslində sizin dediyiniz mənada bunun arxasında son dərəcə mürəkkəb bir sosial gerçəklik dayanır. Sovet hakimiyyəti illərində bu ümumiyyətlə modernist mərhələyə təsadüf edən bir dövrdür. Bütün dünyada elm modernizmin əsas qrant narrativlərindən biri idi. Sovet İttifaqında da o cümlədən xüsusi olaraq, yəni elm dünyanı xilas edəcəkdir, insanlığın, bəşəriyyətin nicatı elmdən asılıdır və s. və ilə axırə. Bu qrant narrativ olaraq gedirdi. Eyni zamanda Azərbaycanda da bu hakim bir mövqedə idi həmin bu fikir. İndi Michel Foucault'un elmə diskursiv yanaşması aspektindən yanaşsaq, o deyirdi ki, həm modernizm dövründə, həm postmodernizm dövründə elm bir qrant narrativ olaraq o diskursiv mexanizmlərə tabi idi. Yəni, digər sosial təsisatların, siyasi hakimiyyətin, iqtisadiyyatın, iqtisadi güclərin, ideoloji güclərin əlində bir vasitəyə çevrilmişdi. Michel Foucault bu mexanizmin 3 istiqamətini əsasən müəyyənləşdirir. Birincisi, normativlərə qarşı olan elmi yanaşmalar qeyri-ciddi və yad hesab olunur.
elmdə əsas diskurs belə idarə olunur da həmin dövrlərdə. İkincisi, heç bir kənardan təsir olmadığı halda alim sistemin içində qalmaq üçün özünün senzoruna çevrilir. Üçüncü əsas istiqamət isə deməli alimlərin irəli sürdükləri ideyalar ideologiyanın təbliğinə xidmət etməlidir. Burada üçüncü deməli əsas burada aparıcı olan ondan ibarətdir ki, bütün hallarda alimlər həmin bu diskursun idarə olunması vasitəsilə hakim ideologiyaya tabe etdirilirdilər. Yaşar Qarayevin həmin dövrdə Nizami Cəfərovun formalaşdırdığı kimi özündə dərk və təhlil etməsi Sovet hakimiyyəti illərində həqiqətən də əslində həmin ideologiyaya müqavimətinin nəticəsi idi və müqaviməti ilə bərabər həm də nail olmasının nəticəsi idi. Bu mənada Yaşar Qarayev yalnız yazdıqları ilə böyük deyil, həm də yazmadıqları ilə böyükdür. Sovet hakimiyyəti illərində. Yəni bir filologiya elmləri doktoru, professor, Ədəbiyyat İnstitutunun rəhbəri, dövlət mükafatı laureatı, Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü, bütün titullar və vəzifələr, yaradıcılıq isə bütövlükdə ideologiyanın əleyhinə sanki o dediyim kimi özündə dərk və təhlil etmək üçün bir ümumi ideoloji mühitin içində bir ada yaradıbdır və qiymətləndirmə, özdə bu proses necə baş verdi? 85-ci ildə Yaşar müəllimin Meyar şəxsiyyətdir kitabı nəşr olundu və Meyar şəxsiyyətdir sözü Yaşar Qarayevin kitabının sərlövhəsi səviyyəsinə çıxdı. Yəni artıq bu onun idraki fəaliyyətində gedən bir prosesin nəticəsi idi ki, o belə bir qərara gəldi ki, şəxsiyyət meyardır və ondan sonraki Yaşar Qarayevin yaradıcılığı 85-95, 2000-ci illərə qədər artıq o Nizami müəllimin qeyd etdiyi kimi özündə dərk və təhlil etməyə, yəni meyarda onun içindədir, idraki meyarda oradadır, əxlaqi yanaşma da onun öz içindədir, milli mənlik də öz içindədir, qiymətləndirmə heç bir halda kənardan deyil, məhz özündədir. Bax, bu mənada Yaşar Qarayev həmin dövrdə o Michel Foucault'un dediyi elmin diskursiv münasibəti, o panoptikon həbsxana modeli anlayışı var da, onu Michel Foucault elə özünün özünə nəzarəti mənasında işlədir ki, yəni ortada qüllə, kənarda o şəffaf şüşə arxasında məhbuslar daim özünün nəzarətdə olan kimi hiss edib, ona heç bir nəzarət olmadığı halda belə elə özünə nəzarət edirmiş kimi. Bax, Yaşar Qarayevin birinci növbədə ideologiya münasibətdə nail olduğu şey, o özünə nəzarətindən çıxa bilməsi, öz daxili əxlaqi strukturunu qurması, idraki strukturunu qurması və bütün yazdıqlarını onun meyar və prinsipləri əsasında qiymətləndirməsi idi. Bu da onun dediyimiz kimi, sizin də qeyd etdiyiniz kimi, həqiqətən də elmi dilinin və üslubunun meydana gəlməsində, formalaşmasında və tamamilə fərqli bir biçimdə meydana gəlməsində son dərəcə mühüm rol oynadı. Demək, sizin şərhinizdən mən belə başa düşdüm ki, o dövrdə də müəyyən mənada müəlliflər istəsəydilər, təşəbbüs göstərsəydilər, o konjunkturanın, o senzuranın kənarına çıxa bilərdilər. İndi yəqin ki, bu Yaşar Qarayevə elə də asan başa gəlməyib. Yaxşı, məsələ belədir ki, bu tək şəxsiyyət məsələsi deyil, tək cəsarət məsələsi deyil, bəlkə daha çox istedad məsələsidir. Məsələn, mənim şəxsən anladığım ondan ibarətdir. O Nobel mükafatı laureatı Marketə sual verirlər ki, yazıçının ən böyük vəzifəsi nədir? Bir kitab söz gözləyirlər ki, yəqin nəsə belə bir xüsusi əlahiddə bir şey deyəcək. Deyir, yazıçının əsas məqsədi, əsas üzərinə düşən vəzifəsi yaxşı yazmaqdır. Birinci növbədə, tutaq ki, siyasi ideologiyaya qarşı cəsarətdən daha çox, o mənəvi keyfiyyət kimi götürək, ondan daha çox birinci idraki potensial olmalıdır. Yaşar Qarayevin, tutaq ki, deyək ki, o müqaviməti və həmin o avtonomiyanı yarada bilməsinin səbəbi ondan ibarət idi ki, qeyri-adi bir idraki istedad sahibi idi. Yaşar Qarayevin istər elmi ədəbi, istər kulturoloji fəlsəfi görüşləri özünün dərinlik və genişlik miqyasına görə bir fən sahəsi olaraq ədəbiyyatın sərhədlərini aşıb keçirdi.
və ümumiyyətlə belə düşüncəsinin miqyası etnik, milli, mədəni həddləri aşıb keçirdi və Dünyəvi bununla da Yaşar Qarayev 20-ci əsr tutaq ki, Sovet hakimiyyəti illərində Azərbaycanın belə əyalət o baxımdan ki, SSR-dən baxanda əyalət olan Azərbaycanda yaşayan Yaşar Qarayev 20-ci əsr ümumtürk ictimai, humanitar düşüncəsinin zirvə məqamlarından birində qərar tutub və zaman keçdikcə həmin qərar tutduğu məqamdakı yerinin əbədi olduğu da getdikcə təsdiq olunmaqdadır. Gələn gənc nəslin, indi bayaq çəkilişimizdən qabaq Elnarə xanımın adını çəkdik. Elnarə xanım Yaşar müəllimlə çox güclü ünsiyyətdə olubdur, sonra rəhmətə gedibdir. Və artıq gənc nəslin də getdikcə ona maraq göstərməsi bu dediklərimizdə sübutdur. Yəni burada söhbət o istedadın gücü mənə elə gəlir ən əsas aparıcı məsələdir. İndi o barədə də söhbət edərik. Yəni mən onu demək istəyirəm ki, biz bundan bir qəhrəman yaradaq. O deyil. Məsələ idraki potensialdan gedir. Olmaq, həqiqəti görmək, yanaşmaq. Bu mikroskop necə var elə göstərir və Sovet gerçəkliyinə, sosial reallığına da baxanda o gerçəkliyi, həqiqəti həmin idraki mikroskopu olduğu kimi göstərir. Belə. Sərxan bəy, demək mən bu Yaşar müəllimin yaradıcılığı haqqında oxuduğum məqalələrdə bir neçə bayaq da adını çəkdim, Rüstəm Kamal da onun yetişdirdiyi yetirmələrindən biri olub. Ən çox bu kitabdan Yaşar Qarayev tarix yaxından və uzaqdan bu kitabın haqqında belə bir fikir var ki, bu kitab Azərbaycan milli mədəniyyətinin bir konsepsiyasıdır. Və bu illəri də biz 2040 dövlət başçısı cənab prezident 2040 Azərbaycan mədəniyyət konsepsiyasını imzalayıb, təsdiqləyib. Və bu kitabın bir başqa bir adı da var ki, bu milli yaddaşın əslində konsepsiyasıdır. Mən istəyirəm ki, burada iki sual verəcəyəm sizə. Bir, biz bu konsepsiyanın əsas ideyasını şərh eləyək. Yəni Yaşar Qarayevin bu milli mədəniyyət konsepsiyasının fəlsəfəsi nədən ibarət idi? İki, bu konsepsiyadan 2040 Azərbaycan mədəniyyəti 2040 konsepsiyasında istifadə eləyə biləcəyimiz hansı ideyalar var? Oradan başlayaq ki, Yaşar Qarayev həmin konsepsiya hardan gəlirdi? Hardan gəlmişdi və qısa ekskurs edək. Yaşar müəllim ümumiyyətlə elmə 60-cı ilin ortalarında gəlibdi. İlk kitabı Faciə və Qəhrəman kitabı. Faciə və Qəhrəman kitabından başlayan Yaşar Qarayevin elmi yaradıcılıq yolu mənim nöqteyi nəzərimcə 3 mühüm mərhələdən keçibdi. Yəni yaddaş konsepsiyasına dediyinizə gələk bu zəmin haradan başlayıbdı? Birinci mərhələ 60-cı illərin əvvəllərindən 70-in əvvəllərinə qədər Yaşar müəllim Faciə və Qəhrəman, Səhnəmiz və müasirlərimiz, Poeziya və nəsr, analitik filoloji mərhələ şərt olaraq adlandıra bilərik və yaxud da analitik kulturoloji mərhələ adlandıra bilərik. Mədəniyyət, filologiyanın metodoloji alətləri və kulturologiyanın metodoloji alətləri yenə də tutaq ki, sovetizmlərin formal olması şərti ilə, obyektiv elmi prinsiplərə əməl etmək şərti ilə davam edir və artıq Yaşar Qarayevin elə orijinallığı həmin mərhələdən bəllidir. İkinci mərhələ 70-ci ilin əvvəllərindən 80-ci ilin əvvəllərinə qədər olan mərhələ, biz bunu belə bir fəlsəfi dərinləşmə mərhələsi hesab edə bilərik. Burada əsasən iki əsər təmsil edir həmin mərhələni. Bunlardan biri realizm, sənət və həqiqət əsəridir, onun doktorluq işidir həm də. İkincisi isə Meyar şəxsiyyətli 85-ci ildə yazılmış kitabdır. Bu mərhələni. Üçüncü mərhələni isə artıq 80-ci ilin əvvəllərindən 90-cı ilin və yaxud 80-in ortalarından 90-ın ortalarına qədər olan mərhələ və ondan sonra da Yaşar müəllimin deməli 2000-ci ilin əvvəllərinə qədərki mərhələ fəlsəfi konsepsiyalaşma və yaddaş konsepsiyasına gəlib çıxılan mərhələ. Bu mərhələnin də əsas ağırlıq mərkəzini bu tarix və yaxından və uzaqdan kitabı. O Yaşar müəllim haqqında yazılan məqalələrdir. Amma Yaşar müəllimin öz tarix və uzaq deməli tarix yaxından və uzaqdan kitabı bu kitabdır. Bunu özü şəxsən mənə hədiyyə edib. Mənə elə gəlir bu da maraqlı olar. Əlbəttə. Əziz Sərxana borc verirəm. Borc verirəm? Borc verirəm.
yaxın gələcəkdə özünün belə bir kitabını mənə bağışlaması arzusu, inamı və ümidi ilə. 05 mart 1996-cı il. 30 Mən institutda qəbul olduğum. 30 il. Kitabı aldım, açdım, borc verdim. Belə onun ümumiyyətlə üslubunun belə idi. O hər şeylə adi məişətdə, danışıqda, xatirələri imkan olar danışarıq. O təəccübləndirirdi, o heyrətə salırdı. Yəni belə bir füzuliyanəliyi var idi. Söhbət qayıdaq əsas söhbətimizdə yaddaş konsepsiyası. Yaşar müəllimin uzun illər ərzindəki 40 illik elmi, ədəbi, fəlsəfi, kulturoloji yaradıcılığı özünün kulminasiya nöqtəsinə Tarix yaxından və uzaqdan kitabında yaddaş konsepsiyası ilə çatdı. Yaddaş konsepsiyası nədir? İlk növbədə bu ədəbiyyatın dövrləşdirilməsi, mərhələ və tip təsnifatı modeli təsiri bağışlasa da, sizin dediyiniz kimi bütövlükdə ədəbiyyatın yox, Azərbaycan milli mədəniyyətinin genezisi, tarixi inkişafı, bugünü və gələcəyini modelləşdirən bir konsepsiyadır. İndi Azərbaycan mədəniyyəti və o cümlədən Azərbaycan ədəbi fikri, Azərbaycan tarixinin mürəkkəbliyindən qaynaqlanaraq son dərəcə belə normativ deyil, mürəkkəb bir ədəbiyyat tarixidir. Məsələn, bax biz Gəncədə fars dilində yazan Nizamini də Azərbaycan şairi hesab edirik. Kərbəlada Azərbaycan türkcəsində yazan Füzulini də Azərbaycan şairi hesab edirik. Deyək ki, Ərəbistanda ərəb dilində yazan, İbrahim İbn Yassarı da Azərbaycan şairi hesab edirik. Adamdan soruşarlar və sual edərlər. Burada elmi meyar və prinsip hansıdır? Etnik milli mənsubiyyətmi əsasdır? Dil faktoru mu əsasdır, ərazi faktoru mu əsasdır? Əgər biz ərazi faktorunu əsas götürürüksə, Nizami Azərbaycan şairidirsə, onda tutaq ki, Füzuli Azərbaycan şairidir. Dil faktoru əsasdırsa, Füzuli Azərbaycan şairidir. Nizami Azərbaycan. 7-8-ci əsrlərdə ərəb dilli Azərbaycan ədəbiyyatı ümumiyyətlə necə uyğunlaşır? Yəni burada bax, tək bu ədəbiyyatdan misal gətirdik. Bütövlükdə bu mədəniyyətin modelləşdirilməsində bu meyar uyğunsuzluğu var. Yaşar müəllim yaddaş konsepsiyası ilə bunu necə həll edir? Ədəbiyyata münasibətdə Yaşar müəllimin yanaşması bundan ibarət olur. Yaşar müəllim deyir ki, etnik milli, mədəni yaddaş var. Əgər bax dünyanın hər hansı bir ərazisində hansı dildə yazılmasından asılı olmayaraq, hansı millətin nümayəndəsi tərəfindən qələmə alınmasından asılı olmayaraq, ədəbi fakt və faktura Azərbaycan milli bədii düşüncə sisteminin qədim dövrdən bugünə qədər ki, ümumi kontekstində onun digər elementləri ilə qarşılıqlı əlaqədə olan, şərtlənən, şərtləşdirən element kimi çıxış edirsə, o Azərbaycan ədəbiyyatı nümunəsidir. Yəni o sistemin, yaddaş bir sistemdir. Dildən, milliyyətindən, ərazisindən asılı olmayaraq, həmin mədəni fakt, həmin ədəbi fakt o sistemin mi tərkib hissəsidir? Nizami Azərbaycan mədəniyyəti sahiblik edirmi? Nizami ideyaları Azərbaycan milli mentalitetində yaşayırmı? O Nizami özündən sonraki Azərbaycan ədəbiyyatının növbəti mərhələsinin yaranmasında bir sütun kimi varmı, yoxmu? Meyar milli yaddaşdır da. Meyar milli yaddaşdır. Yaddaşın sahiblik etməsidir. Bu yanaşma həqiqətən də unikal yanaşmadır və Yaşar müəllim demək olar ki, yaddaş konsepsiyası bunun üzərində qurulub. Bir də bir məsələni demək istəyirəm. O fəlsəfi mənada yaddaş konsepsiyasının mahiyyətini anlamaq üçün bir kumitator bir anlayışı var. O anlayışın deməli, anlayışı Vernadski gətiribdir. Kumatoid, üzr istəyirəm, kumatoid anlayışı. Qədim Yunan dilində dalğa deməkdir. Kumatoid, Rus alimi Vernadskinin elmi mühitə gətirdiyi anlayışdır. Yaddaş konsepsiyasının mahiyyətini anlamaq üçün o aspektdən də yanaşılması zəruridir. Məsələn, kumatoid anlayışı bundan ibarətdir ki, tərifi deyək ki də, ümumi normativ belədir ki,
Kumatoid o varlıqlara deyilir ki, material olaraq tərkibi dəyişir, forma olaraq və funksiya olaraq mahiyyəti dəyişmir. Bu belə. Buna da ən klassik nümunə kimi dalğanı nümunə gətirirəm. Məsələn, təsəvvür edək ki, nəhəng bir dalğa sahilə 4 kilometr qalmış, qalxır havaya, sahilə doğru hərəkət edir. İndi o Stiyopin yazır Rus alimi, deyir onu stop kadr anlayışında 4 kilometr qalmış dondurun və təsəvvür edin ki, o formanın içindəki su maddə olaraq hansı sudur və sonra 1 kilometr qalmış dondurun, sahilə yaxın dondurun. Görəcəksiniz ki, onun tərkibindəki su dəyişir, amma dalğanın forması və funksiyası, tutaq ki, deyək ki, sahilə doğru hərəkət etməyi dəyişmir. O Vernadski bunu canlı insan deməli, canlı məxluqlara şamil eləyir ki, insanda bütün canlı olanlar kumatoid məxluqlardır. Məsələn, biz doğulandan bu yana tərkibimizdə bir dənə də o dövrdə olan hüceyrə yoxdur. Hamısı dəyişib. Birində artıq tamam başqa maddəyik. Və sabah tamam yenə başqa maddə olacaq, bu maddə olmayacaq. Bu forma, genetik proqram qalır, daxildə maddə dəyişir. Yunanların gəmi söhbətləri. Yunanların gəmi söhbətində olduğu kimi. Sonra o adını çəkdiyimiz Rus alimi Stiyopin, akademik Stiyopin ilk dəfə olaraq kumatoid anlayışını sosial təsisatlara tətbiq eləyir. Deyir, sosial təsisatlar da elmdə, mədəniyyətdə, sənətdə kumatoid kimi özünü aparır. Yəni Yaşar Qarayevin yaddaş konsepsiyası bu mənada mahiyyəti onun funksionallığındadır. O etnik milli varlığı, Azərbaycan Türk etnik milli varlığının mövcudluğunu özündə qoruyan bir yaddaş mexanizmidir. Onun daxili, məsələn, keçmişdən bu günə qədər o etnos onu özü ilə bərabər gətirir. Onun tərkibi dəyişə də bilər. Məsələn, hansısa bir ədəbi fakt unudurlar, yaddan çıxar, yeni bir ədəbi fakt gedər. İndi müasir dövrdə tutaq ki, həmin yaddaşa Akşin Yenisey daxil olur və digər gənc şairlər daxil olur. Hansısa biri unudulur, gedir. O kumatoid varlıq kimi yaddaş isə bütövlükdə qalır. Amma Yaşar müəllim yazır ki, o yaddaşın məhv olmaq təhlükəsi də var. O bayaq gəmin nümunəsini dedi. Əgər taxtaların hamısını birdən sökürükdə, eyni vaxtda sökürükdə, o gəmi ona görə bərpa oluna bilir ki, o gedənin qalanlar gedəni yaddaşında saxlayırlar. Növbəti təzə gələni yaddaş əsasında qəbul eləmiş olurlar. Struktur struktur orada saxlanır. Birdən tutaq ki, məhv eləsən, gələn bilməyəcək hansı yaddaş əsasında qəbul olunsun. Və Yaşar müəllim bunu manqurtluq adlandırır. O deyir ki, hər şeyi öz adı ilə adlandırmaq lazımdır. İşığa tutaq ki, qeyri-həssaslıq, işığa laqeydliyin adı körluqdur, səsə laqeydliyin adı karlıqdır və yaddaşa laqeydliyin adı manqurtluqdur. Yaşar müəllim və yaddaş konsepsiyasının ən mühüm deməli kateqoriyal, indi biz professional elmi səviyyədə tədqiqat aparmamışıq, ümumi mülahizələrimizi deyirik də, özünə məxsus kateqoriyaları var. Zaman onun əsas kateqoriyalarından biridir. Tarix əsas kateqoriyalarından biridir. Məsələn, o deyir ki, tarixin əxlaq və ibrət dərsləri Prometeyin əzabından daha çox Sizifin əməyini yada salır. Onlardan birincisi əbədi əməkdən, ikincisi isə işgəncəyə dönən əbədi əməkdən əzab çəkir. Yaşar müəllim müqayisə edir ki, kimin əzabı daha çoxdur? Prometeyin yoxsa Sizifin? Deyir ki, Sizifin əməyi, əzabı daha çoxdur. Çünki nəticəsiz əmək daha böyükdür. Və sonra bunu ədəbiyyata necə tətbiq edir? Yaşar müəllim deyir ki, tarix, zaman, mədəniyyətdə, ədəbiyyatda özünü dərk edəndə əbədiyyət qazanır. Mədəniyyətdə, ədəbiyyatda, sənətdə özünü dərk etməyib ondan kənarda keçəndə artıq tarix adi bir fiziki hadisəyə çevrilir. Mənəvi, mədəni, ilahi hadisəyə çevrilmir. Onun məşhur ifadələrindən biri var, deyir, zamanın köhrəsi sənətin güzgüsündə əbədiləşir.
hansısa bir dövrdəki zamanın köhrəsini ən yaxşı şəkildə sənətin güzgüsündə görmək mümkündür. Sənət onu əbədiləşdirir, dondurur və gələcək nəsillərə gətirib çıxarır. Yəni bax bu konsepsiyanın ümumi ideyası, bir də siz dediniz ki, gələcəyi haqqında. Biz belə hesab edirik ki, bütövlükdə Yaşar Qarayev elmi, ədəbi, mədəni irsinin, fəlsəfi irsinin bu müasir şəraitdə, müasir dövrdə ümumiyyətlə tək elmi ədəbi dövriyyəyə yox, bütövlükdə ictimai təfəkkürə transfer edilməsinin son dərəcə mühüm, böyük əhəmiyyəti vardır. Niyə biz belə hesab edirik? Çünki indi bildiyimiz kimi bu virtuallaşma dövrüdür, qloballaşma dövrüdür. Bütün sosial mədəni təsisatlar, münasibətlər, mədəniyyətlər, dəyərlər sürətlə sosiotexnoloji mühitə transfer olunmaqdadır. Və bu da artıq onlar arasındakı münasibətlərin əvvəl normativ vərdiş etdiyimiz şəkildə yox, yeni keyfiyyətdə münasibətdə olmasına səbəb olur. Yeni tipli akultural situasiyalar yaranır və bir sıra hallarda mədəniyyət şok effekti yaşayır. Və səmimi etiraf eləyək ki, bir çox hallarda Azərbaycanda da ictimai humanitar elmi fikir həmin şok effektinin deyək ki, nəinki öncədən müəyyənləşdirilməsi, senariləşdirilməsi, hətta baş verəndən sonra baş verənin təhlil edilməsində müəyyən o alətlər baxımından çətinliklər çəkir. Amma Yaşar Qarayev irsin bu mənada belə bir peyğəmbərcəsinə prosesləri həm də modelləşdirir. Məsələn, burada bu internet və intellekt kitabında bu 2001-ci ildə nəşr olunub. Burada Yaşar Qarayevin riyazi ədəbiyyatşünaslığa giriş məqaləsi əksini tapıbdır. Riyazi ədəbiyyatşünaslığa giriş məqaləsində Yaşar müəllim, məsələn, o dövrdə internetin hələ Azərbaycanda Rəqəmsal ədəbiyyatdan yazır. Rəqəmsal ədəbiyyatdan yazıbdır. Yazır ki, istisnasız olaraq biz bütün dövrlərdə informasiya cəmiyyətində yaşayırıq. İnformasiya cəmiyyətinin alqoritmi, dili, üslubu mənimsənilməsə, əgər biz milli dəyərlərimizi o mühitə, sosiotexnoloji mühitə götürərək getməsək, itirərək getsək, o qafiyəni də yaratmalıydı. O şeir yaradır. Deyir, itirərək, götürərək yox, itirərək getsək, onda ümumiyyətlə deyir, biz o qapıdan içəri buraxmazlar. İtirərək yox, götürərək getməliyik. Yəni, Yaşar Qarayevin belə yanaşmaları vardı. İndi məlum olduğu kimi Akşin bəy, hazırki dövrdə informasiyanın əldə edilməsi sahəsində heç bir problem yoxdur. Problem daha çox fərdin məhdud diqqət resursunun idarə olunması sahəsindədir. Bununla əlaqədar olaraq da elə Cənab Prezident tərəfindən o mədəniyyət konsepsiyası təsdiq olunubdur 2040-cı ilə qədər. Hesab edirik ki, Yaşar Qarayevin əsərlərinin ideya fəlsəfi yükü, milli mənəvi dəyərlərin təhlili, analitik təhlili baxımından o gələcəyə impuls vermək gücündədir kifayət qədər. Sadəcə araşdırmaq lazımdır. Araşdırmaq lazımdır. Hesab edirik ki, o irs müasir gəncliyin belə, hətta mən deyərdim ki, o narahat gəncliyin, gəncliyimiz də bölünür də, bizim o narahat gəncliyin ictimai şuurunun funksional üzvünə çevrilməyə layiqdir. Yəni, öz məzmunu etibarilə belə ifadə edərdim, o layiqdir. Sərxan bəy, mən Yaşar Qarayevin indi siz danışdığınızda bir fikrini xatırladım. O təxminən belə bir fikri var ki, mən də indi tam təhrif eləyib deməyə məhkumam. Çünki tam yadımda qalmayıb ki, orada belə bir ifadə var ki, sənət əxlaqın kənarında mövcud ola bilməz. Yəni, əxlaqdan kənardakı sənət deyil. Mütləq əxlaqi dəyərlərin meydanında, ərazisində yaranmalıdır. Amma burada bir qəribə bir məsələ var ki, məsələn 18-ci ildə xüsusilə Qərbdə sənət əxlaqın aləti olmaqdan imtina elədi.
Və belə bir tezis irəli sürüldü ki, 18-ci əsrdə, deyəsən bayaq səhv dedim, 18-ci il dedim. 18-ci əsrdən sonra belə bir tezis irəli sürüldü ki, sənət əxlaqın yox, gözəlliyin ifadəsi, ifadəçisi, aləti olmalıdır. İndi biz burada Yaşar müəllimin bu yanaşmasının müasir bax bu sənətin yeni şərtlərinə, yəni sənət estetikanın, gözəlliyin ifadəçisidir, yaradıcısıdır. Əxlaqla bir o qədər də ünsiyyətdə olmamalıdır. Əxlaqi missiyanı, funksionallığı öhdəlik kimi üzərinə götürməməlidir. Bax bunu necə bu yeni də deyil, yəni 18-ci əsrdən bu yana baş vermiş bir hadisədir. Buna necə biz yanaşa bilərik? Yəni Yaşar Qarayev əxlaq dedikdə nəyi nəzərdə tuturdu? Sənət dedikdə nəyi nəzərdə tuturdu və onların birlikdəliyi dedikdə nəyi nəzərdə tuturdu? Ümumiyyətlə Yaşar Qarayev o alimlərdən idi ki, onun çox şaxəli, bu bayaq qeyd elədiyimiz kimi həm eninə, həm dərindən miqyassız olan yaradıcılığı ilə bu bənzərsiz və əxlaqi şəxsiyyəti bir-birini tamamlayırdı. Yəni Yaşar Qarayevlə ünsiyyətdə olmaq, ondan söhbət etmək, fikirlərini dinləmək, onun cazibəsinə düşmək və oradan çıxmaq çox çətin idi. Rəhmətli Mürşid Məmmədov yazır ki, mən belə özümü xoşbəxt hesab edirəm ki, ondan bir əsrdə yaşamışam. Yəni ki, ünsiyyətdə olmuşam. Yazır ki, Bakının o bulanlıq havasından onun otağına daxil olanda elə bilirdin dağ havasına daxil oldun. Yəni şəxsiyyət etibarilə də son dərəcə əxlaqlı adam idi Yaşar Qarayev. O onun yaradıcılığına da. İndi onun yaradıcılığında məsələn necədir? Yaşar Qarayevin nöqteyi nəzərincə indi əsərlərindən bilavasitə belə sitat gətiriləcək, indi yadda qalmır o məsələlər. O əxlaqa şərti anlayışla yanaşırdı. Yaşar Qarayev hesab edirdi ki, tarixin müxtəlif dövrlərində, müxtəlif ideoloji, siyasi baxışların nöqteyi nəzərincə əxlaq müəyyənləşdirilən prinsiplərdir. Mütləq əxlaqdan söhbət gedə bilmir. Mən hansısa bir mühitdə əxlaqi hesab oluna bilən, digər bir mühitdə qeyri-əxlaqi hesab oluna bilər. Yəni bu şərti xarakter daşıyırdı Yaşar müəllim üçün. Və eyni zamanda sənət məsələsinə gəldikdə isə, Yaşar Qarayev sənət məsələsinə gəldikdə isə, bayaq o dediyimiz Yaşar müəllim məsələn Füzuliyə münasibətdə deyir ki, yazır ki, deyir hamımız deyir ki, hə Füzuli Leyli və Məcnun əsərinin əvvəlində yazır ki, mənim qarşıma qoyduğum məqsədlərdən biri bunu türk dilində yazmaqdır. Türk dilini ərəb və fars dilinin hakim mövqedə olduğu bir mühitdə elitar hakim dil səviyyəsinə qaldırmaqdır. Bunun şuurlu şəkildə qarşısına qoyduğu məqsəddir. Yaşar müəllim deyir, məqsədi qarşıya qoymaq olar. Amma məqsədə o vaxt nail olmaq mümkündür ki, sən o Leyli və Məcnunu Markesin dediyi kimi yaxşı yazasan. Yaxşı yazmasan, yaxşı yazmasan. Onda o məqsədi ondan da daha böyük məqsəd qarşına qoy, ona nail ola bilməzsən. İndi bu şərti mənada götürdüyümüz yaxşı, sənət müəyyənlik keyfiyyətində sənət, birinci növbədə sənət olmalıdır. Sənət olmalıdır. Yəni tutaq ki, söhbət poeziyadan gedirsə, dünyanı poetik məntiqin diktəti ilə dərk etməlisən sən. Onda, məsələn, indi bir nümunə gətirim. Yaşar müəllim mənim elmi rəhbərim olub. Mənə yazdığı rəhbər rəyində belə bir cümlə var. Deyir, Nəsimiyə təkcə Nəimidən yanaşmaq 14-cü əsrin düşüncə və şuur səviyyəsində donub qalmaq deməkdir. Həm Nəsimiyə, həm də Nəiminin özünə 21-ci əsrdən, belə çox üzr istəyirəm təvazökarlıqdan kənar olduğuna görə, 21-ci əsrdən Sərxandan baxmaq lazımdır. Yəni bu Sərxan burada hiperboladır. Yəni müasir gənclikdən baxmaq lazımdır, bugündən baxmaq lazımdır anlamında. Yəni ki, Yaşar müəllim üçün buradan çıxan nəticə odur ki, sənətin mahiyyəti Nəsiminin təsəvvüfü, ideyanı təbliğ etməsində deyildi.
hürufilik ideyasını təbliğ etməsində deyildi. Kommunizm ideologiyasının təbliğ edilməsi ilə hürufiliyin və sufizm ideologiyasının təbliğ edilməsi arasında kulturoloji, tipoloji baxımdan fərq yoxdur, eyni şeydir. Sənətin meyarları ilə Nəsimi tutaq ki, hürufiliyi təbliğ etdiyinə görə yox, məsələn, al ilə alə gözlərin, aldı gönlümü, könlünə görünər kimsə irişməz alinə, həmin o poetikliyi ilə öndə idi. Yəni, Yaşar müəllim üçün sənətin, sənətkarlıq meyarları ən öndə, ən ümdə olan məsələ idi və bütün əsərlərində də bu meyar qırmızı bir xətlə keçir. Sərxan bəy, mən bir dənə də yaradıcılığı ilə bağlı sualım var. Sonra onun şəxsiyyət hissəsinə keçərik. Suallarımızı oradan cavablandırarıq. Yaşar müəllimin yazılarını oxuyanda orada bir sizlə də biz çəkilişdən əvvəl də danışdıq ki, analitik düşüncənin, poetik düşüncənin sintezi. Yəni, bu həm o dövrün elmi üslubuna yad bir üslubdur, yad bir dildir. Çünki o dövrün kitabların, belə deyək də, zor gücünə də olsa, məlumat toplamaq gücünə də olsa, biz oturub oxuyuruq və orada tamamilə belə bir bədii, ədəbi, estetik arındırılmış, estetikadan arındırılmış və daha çox ideoloji məzmunlu bir dil ortalığa çıxır. Hətta ədəbiyyatdan bəhs edən, sənətdən bəhs edən yazılarda. Bu və çox qəribədir ki, indi siz də dediniz ki, Yaşar müəllimin dilindəki o analitik düşüncə ilə poetik düşüncənin sintezi o dövrdə də bir hadisə hesab olunurdu. Əksinə əleyhinə gedib elmi əsər yox, esse yazır deyənlər də var idi. İndi mən suala cavab verəndə izah edərəm bu məsələni. Məsələn, bu yanaşma indi bizi müstəqil belə deyək də dövlətin vətəndaşları olaraq buradan baxanda bizə məsələn şəxsən mənə qəribə gəlir ki, bir ədəbiyyatçı hansı dildən istifadə eləməlidir ki? Yəni bir ədəbiyyatçı üçün bu niyə hadisə hesab olunurdu o dövrdə? Hadisə hesab olunurdu, belədir. Elmin dili, ictimai humanitar elmlər də daxil olmaq şərti ilə normativ qəbul olunan prinsip ondan ibarətdir ki, elmi üslub elmi terminlərdən ibarət quru, akademik dil hesab olunur. Quru, akademik dil hesab olunur. Və burada poetizmlər elmi dəqiqliyin və akademizmin əksər hallarda zəiflədilməsi kimi qəbul olunur. Bu gün də belədir. Bu gün də belədir. Bəli, bu gün də belə. Ən qəribə olanı odur ki, Yaşar Qarayevin yaradıcılığında metaforik və poetik yanaşma, akademik elmi dəqiqliyi bir 10 dəfə deyək ki, daha dəqiq edir. Məsələn, maraqlı olan budur. Yəni onu poetik dili, analitik düşüncəsini gücləndirməyə xidmət edir. Daha da gücləndirir. Belə mən bunu bütün məsuliyyəti ilə deyirəm. Bütün məsuliyyəti ilə deyirəm. İndi nümunəyə də baxarıq. Niyə belədir? Mən bu sualı düşündüm üzərində. Bir xeyli belə mən təxminən belə bir üzr istəyirəm, mən dediyimə görə belə qənaətə gəldim ki, sizin sahədir də bu şey. Bu metafora, bədii metafora ilə kognitiv metafora arasında fərq var. Yaşar Qarayevin metaforaları bədii metafora deyil, kognitiv metaforadır. Bax, məsələnin mənə elə gəlir, bütün məğzi, mahiyyəti, kökü ondan ibarətdir. Kognitiv metafora nədir? Kognitiv metafora, indi internetdə də filan mənbələrdə var da, mənbə sahənin anlayışları hesabına, hədəf sahənin anlaşılması, izah edilməsi, mənbə sahənin strukturunun, hədəf sahənin strukturuna köçürülərək izah edilməsi. Bu analitik. Ümumiyyətlə bu aspektdən yanaşanda riyaziyyatda, fizikada, bütün texniki elmlər də daxil olmaqla metafora olmayan elm sahəsi yoxdur. Ümumiyyətlə bütövlükdə rəqəmlərin hamısını varlığın metaforası hesab etmək mümkündür bu mənada. Və Yaşar Qarayevin metaforaları elmi metaforalar. Bir nümunəyə diqqət edək. Yenə də sitat olduğu kimi adamın yadında qalmır, amma təxminən əsas ruhunu çatdırmaq istəyirəm. Yaşar müəllim
Sabirlə Füzulinin müqayisə eləyən belə bir tezisi var. Deyir, 300 şair Füzuliyə metafizik şəkildə yanaşdı və bu metafizikadan 300 epiqonçu doğuldu. Bir Sabir Füzuliyə dialektik yanaşdı və bu dialektikadan növbəti Qəzəlxan yox, məhz Sabir doğuldu. Sanki Sabirə qədər ki 300 şair Füzuliyə dəyəndə qəlpələndi, parçalandı, ətrafa səpələndi. Yalnız Sabir Füzuliyə uduldu, parçalandı. Yalnız Sabir Füzuliyə dəyəndə Əks-səda verir. parçalanma baş vermədi. Yox, əks-səda demir. Elə məsələnin mahiyyəti burdadır. Zahirə çıxan enerji kütləsi kimi yeni bir zirvə yarandı. Bu fikri deyir Yaşar, metaforikdir, metaforik ifadədir. İndi Sabir və Füzulinin müqayisəsini Azərbaycan ədəbiyyatşünaslığında ən müxtəlif şey görə bilərsiniz də, bunu modelləşdirmək, izah etmək, fərqi, niyə inkar elədi, inkardan doğuldu. Yaşar Qarayev isə belə ifadə edir. Yaşar Qarayev niyə belə ifadə edir? Bunun alt plastında dayanan nədir? Bu geologiyada plitektonika nəzəriyyəsi var da, piltələrin toqquşması nəzəriyyəsi var. Tutaq ki, deyirlər Himalay dağı Hindistan piltəsi ilə Avrasiya piltəsinin toqquşmasından yaranıbdır. Yaşar Qarayevin Füzuli və Sabir müqayisəsini belə metaforik ifadə etməsinin arxasında dayanan odur ki, onun elmi təfəkküründə həmin o plitektronikanın bütün anlayışları mövcuddur. Onların toqquşması, həmin piltələrin toqquşmasının bəzi hallarda xaotik şəkildə ətrafa səpələnmə, bəzi hallarda ən nəhəng dağ zirvələrinin yaradılması və o metaforik olaraq gəlir fikrin ədəbiyyatşünaslıq aspektindən ifadəsində iştirak etmiş olur və biz hesab edirik ki, Sabirlə Füzulinin müqayisəsində, məsələn, mən indi bir ədəbiyyatşünas neçə 10 illər bu işin içində olan kimi, bu qədər dəqiq ifadə olunan bir ifadə mən tapmamışam. Və yaxud başqa bir nümunəyə baxaq. Yaşar müəllim deyir ki, deməli, kainatın işıq-qaranlıq aritmetikasında məlum adi nisbətlə dəyişəndə, naməlum həndəsi nisbətlə dəyişir. Nurun, işığın hər zərrəsi bir dəfə artanda, ondan görünən qaranlığın həcmi sahəsi dəfələrlə artmış olur. Bu da metaforik şəkildə ifadə edilmiş elmi fikirdir. Yəni, bu biz çox eşidirik də, Sokratdan üzübəri, bircə onu bilirəm ki, heç nə bilmirəm. İnsan nə qədər çox bilirsə, nə qədər bilmədiyini onda bir o qədər dəqiq bilir. O adam hər şeyi bildiyini hesab edir ki, ümumiyyətlə heç nə bilmir. Yəni, bu məlum fəlsəfədə olan məlum o Sokratdan üzübəri gələn fikirdir. Yaşar müəllim bunu bu şəkildə işıq-qaranlıq aritmetikası vasitəsilə izah etmiş olur və əslində bununla elmi problemin tutaq ki, elmdə elmi problemlər necə yaranır? Müəyyən bir sahə aydınlaşır, izah olunur, idrakin işığı düşür, məlum olur və olduğu andaca yeni elmi problemlərin pleyadası, silsiləsi, mərhələsi başlanmış olur və bir-birinin ardınca bu şəkildə davam etmiş olur. Problemlər zənciri yaranır, gedir. Yaşar müəllimin o metaforaları, bəzən buna deyim də, indi bizim Səfa müəllimlə bizim tez-tez mübahisələrimiz olur. Səfa müəllim sırf belə kanonik, akademik elmi meyarların da, modellərin tərəfdarıdır. O, psixoanalitika ilə məşğul olan şəxs kimi. O hesab edir ki, tutaq ki, məsələn, günü bu gündə mübahisəmiz oldu ki, falsifikasiya olunmalıdır da. Mütləq nə qədər Yaşar Qarayev bunun falsifikasiya olunmursa, bütləşirsə onda bu elm deyil. Mən deyirəm ki, Səfa müəllim, Nizami Cəfərovla Yaşar Qarayev arasında 60-cı illər nəsri ilə bağlı məşhur mübahisələr mövcuddur. Ondan qabaq Əziz Rəhmədovla Yaşar Qarayev arasında realizm mübahisələri mövcuddur.
belə təvazökarlıqdan uzaq olsam, mənim onunla maarifçilik mübahisələrim mövcuddur və kifayət qədər falsifikasiya olunubdur da klassikləşmə mərhələsidir artıq Yaşar Qarayevin. Bunlar hamısı yazılı şəkildə olub da bu mübahisələr. Elmi əsərlər səviyyəsində. Bəli. Nizami Cəfərovun açıq məktubu var Yaşar Qarayevə. Əziz Mirəhmədovla Yaşar Qarayev arasında o 80-ci illərin məşhur yazılı mübahisələri idi onlar arasında. Bizim mübahisə yox belə. Onun xatirəsini danışaram, maraqlı xatirəsi var. Yəni Yaşar Qarayevin dili məsələsi belədir. İndi bir də Akşin bəy, məsələ belədir ki, məişətdə olduğu kimi, sənətdə olduğu kimi, elmdə də bəzən fikrin dəqiq ifadəsi, səlist ifadəsi, onun daha çox qeyri-səlist ifadəsindən keçir. Məsələn, Yaşar müəllimin indi biz dili ilə bağlı danışırıq. Mən onu həmişə nəyə görəsə Füzuli ilə müqayisə edirəm də. Füzuli alimanə şair olduğu kimi, Yaşar Qarayev də şairanə alimdir. Amma Füzulidə alimanəli, şairanəliyin daha da güclənməsinə təkan verilmiş olur və eyni prosesi Yaşar Qarayevdə də deyək şairanəlik, bayaq dediyimiz fikir alimanəliyin daha da güclənməsinə səbəb olur. Amma başqalarında biz bunu bu şəkildə məsələn müşahidə eləyə bilmirik. Tutaq ki, indi bilmirəm nə dərəcədə uyğun olar müqayisə etmək. Yaşar müəllim Füzulini təhlil edir, Leyli və Məcnun, Məcnunluq fəlsəfəsinin mahiyyəti, bu nə təzahürdür ümumiyyətlə, təsəvvüfün mövqeyi, modeli hardadır, burada yazır. İdraki proses təbii axarı ilə gəlir, sonda belə Yaşar müəllim bu cümlə ilə bitirir, deyir, hər halda nədirsə, Məcnunluq Leylisizlikdən daha böyük anlayışdır. Hər halda nədirsə, o əgər bütün sən tutaq ki, bütün bir Füzulini təhlil eləyəsən, gələsən bütün idraki gücünü, metodoloji alətlərini, hamısını qoyasan, sonda da gəlib deyəsən ki, hər halda nədirsə Məcnunluq Leylisizlikdən daha böyük. Mən hesab edirəm ki, bu qeyri-səlis, qeyri-müəyyən ifadə olunan bu fikir Məcnunluq fəlsəfəsinin ən səlis ifadəsidir. Məsələn, desəydi ki, Məcnunluq budur, 2 + 2 bərabərdir 4 məcnunluqdur. Onda o məcnunluğun mahiyyəti heç o dərəcədə açılmazdı. Son dövrlər bu elmi iş müdafiə edən bizim ədəbiyyatşünas dostlarımız var, sənət sahələrini müdafiə edirlər. Onlar tez-tez bu məsələdən şikayətlənirlər ki, məsələn, tutaq ki, Füzuli haqqında bir elmi iş yazılır. Orada simvolizmdən, metaforalardan istifadə eləmədən, necə o akademik, rasional dillə Füzulini açmaq olar. Mütləq Füzulidən yazanda o metaforik dildən, poetik anlayışlardan istifadə eləməlidir. Bəli, əlbəttə. Mənim eşitdiyimə görə, sizin dediyiniz kimi, hələ də o ənənə yaşayır ki, elmin dili informativ olmalıdır, quru olmalıdır. Valla Akşin bəy, mən həm də indi bu elmi mühitdə çalışırıq, fəaliyyət göstəririk. Elmi, müasir ictimai humanitar elmlərin, ədəbiyyatşünaslığın, dili məsələlərində o problemlər var doğrudan da. Məsələ belədir ki, dil təfəkkürün təzahürüdür. Sən dünyanı necə dərk edirsən, tədqiqat obyektinə hansı alətlərlə yanaşırsan, metodologiyan nədən ibarətdir, enə bildiyin dərinlik sahəsi nə qədərdir, məntiqi argumentasiyan hansı səviyyədədir. Bunlar özü dilin şərtləndirirlər. Dili şərtləndirən əsas amillərdir. Yəni, onun arxasında elmi təfəkkür dayanırsa, indi Azad Mirzə Canzadə bu intellekt nədir sualına cavab axtarır, müxtəlif belə modellər təklif eləyir filan. Axırda gəlir belə yenə də Yaşar müəllim kimi qeyri-səlis bir nəticəyə çıxır ki, intellekt deyir nədirsə, insanda olmayanda dərhal görünən bir şeydir. Məsələn, deyir, o da bir başqa alimin fikrinə əsaslanır ki, Fukudidi tutaq ki, digər Afinalı cahildən fərqləndirən cəhət nə idisə, bax o intellekt həmin olan o şeydir. Yenə də qeyri-səlis fikrin ifadəsi, fikrin ən yaxşı səlis ifadəsinə çevrilir. İndi o mənada birinci intellekt varsa, o intellekt dili çəkib gətirəcəkdir.
dilin o sistemini də çəkib gətirəcəkdir. Bir də yeri gəlmişkən bir məsələni demək istəyirik. Bilindiyi kimi Cənab Prezident Akademiyanın 80 illik yubileyində dilin qorunması ilə bağlı son dərəcə mühüm çağırışlar etdi. Ondan sonra deməli yerli televiziyalara müsahibətində yenidən həmin məsələni fokuslaşdırdı və həqiqətən də bu dilin qorunmasının dövlət siyasətinin prioritetləri səviyyəsinə qalxdığı bir şəraitdə Yaşar Qarayevin o bal kimi Azərbaycan türk dilinin təbliği, Azərbaycan türk dilinin elmi ifadə imkanlarının heç bir halda başqasında rast gəlmədiyimiz təzahürlərini və icebergin görünməyən tərəfini açıb göstərilməsinin, ictimailəşdirilməsinin, təbliğinin elə xüsusi əhəmiyyəti vardı. Bu eyni zamanda bu dövlət siyasətinə də bir cavab. Bizim yəni elmi mühitimizdə də bunun belə deyək də ənənəsi var da. Yaşar Qarayevin nümunəsində analitik düşüncə ilə metaforik poetik düşüncəni elmi işdə birləşdirən, elmi yaradıcılığı birləşdirən bir nümunə var. Ona görə mən istəyirdim onu yada salım həm də ki, bu məsələ ilə bağlı. Sərxan bəy, biz yəqin ki, Yaşar Qarayevin yaradıcılığının belə 1 saat 40 dəqiqə ərzində tamamilə belə deyək də izah edib şərh eləyə bilməyəcəyik. İndi mən istəyirəm ki, siz həm də onun yetirməsiniz. Mən sizin bir neçə yazı da oxumuşam bu barədə və onun yetirmələrinə digər bayaq dediyim kimi Rüstəm Kamalın yazısını oxumuşam. Sonra bu yaxınlarda Elnara xanımın Akimovanın yazısı var idi. Mən istəyirəm biz biraz da onun o alim şəxsiyyətinə qayıdaq. Niyə görə? Çünki şəxsiyyət faktoru bugünkü cəmiyyətimizdə bir balaca aşındırılıb, bir balaca belə deyək də özünə yadlaşdırılıb. Yəni biz şəxsiyyət deyəndə hansı meyarlarla bunu dəyərləndiririk? Yəni ona görə mən istəyirəm ki, məsələn biz gənclər üçün, xüsusilə bizi qulaq asan o gənclər üçün alimin şəxsiyyəti, alimin əxlaqı, alimin həyat tərzi necə olmalıdır və Yaşar Qarayev bu meyarları öz şəxsiyyətində necə cəmləmişdi və öz tələbələri bu necə ondan ibrət götürürdülər ki, o dediyim məsələlərdə o əxlaqi, digər o şəxsiyyəti Çox sağ olun, Yaxşı müəllim. Bu məsələyə də belə bu aspektdən də toxunursunuz. Bayaq mən qeyd elədim, Yaşar Qarayevin şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayırdı. Biz bir çox hallarda bunun əksini görürük mühitdə, amma Yaşar Qarayevdə elə bil həmin yaradıcılıq özü bütün parlaqlığı ilə yanaşı, belə də səmimi deyim ki, o şəxsiyyətin özünün kölgəsində qalırdı. Şəxsiyyət o qədər ali şəxsiyyət idi, Yaşar Qarayevin şəxsiyyəti. Mən bir neçə məqaləmdə də qeyd eləmişəm. İlkin tanışdığımız belə olub ki, mən Bakı Dövlət Universitetini 95-ci ildə bitirmişəm. Ondan sonra artıq Elmlər Akademiyasının doktoranturasına qəbul olmaq üçün müraciət eləmişəm. O vaxtı Məhərrəm Qasımlı Ədəbiyyat İnstitutunun direktor müavini idi. Mən ilk dəfə onun yanına gəldim. Mənim bir tələbə yoldaşım Etibar var idi. Dedi ki, Ədəbiyyat İnstitutunda qırmızı diplomla universiteti bitirən, elmi yaradıcılığa marağı olan gəncləri axtarırlar. Mən də Yaşar Qarayevi tənqid edən bir yazım var idi. Bakıxanov orta əsrlər epoxasından yeni dövrə keçir. O tənqidin də mahiyyəti ondan ibarət idi ki, Yaşar Qarayev hesab edir ki, Bakıxanovun maarifçiliyi o dövrdə Rusiyanın tərkibinə Azərbaycanın daxil olması ilə bağlı Qərbi Avropadan Rusiya vasitəsilə keçən dalğanın rezonansıdır. Mən də biraz o dövrlərdə dinə meyilli idim. Belə hesab eləyirdim ki, yox, Bakıxanovun maarifçiliyi o kontekstdə dəyərləndirilməməlidir. Həmin dövrdə ümumiyyətlə İslam dünyasında belə bir maarifçilik hərəkatı baş verir. Bu özü də Məkkəyə səyahət edən, dini dəyərlərə bağlı olan bir şəxs kimi. Yəni bunu götürüb İslam kontekstində ayrıca səmimi deyim, yanaşmanın özündə Yaşar müəllimin özündən götürmüşdü. Belə bir gənclik maksimalindən belə bir məqalə yazmışdım. Gəldim, Məhərrəm müəllim yazını götürdü məndən. Dedi ki, Yaşar müəllim indi məşğuldur. Bir həftədən sonra gələrsən, mən ona təqdim edərəm. Bir həftədən sonra gəldim. Məhərrəm müəllim məni götürdü, apardı Yaşar müəllim otağına. Elə
girəndə başa düşdüm ki, nəsə baş verib. Dedi ki, Yaşar müəllim, qəhrəmanı tapıb gətirmişəm. Hə, Yaşar müəllim gəldik, oturduq. İlk dəfə onda mən Yaşar müəllim 95-ci ilin yayı, yəqin ki, iyul ayı belə onda gördüm. Hə, Yaşar müəllim dedi ki, bir neçə cümlə dedi. Məqalənizi oxudum. Ömrümdə birinci dəfə idi kimsə mənə siz deyirdi. Məqalənizi oxudum. İkinci cümlə. Elmi aparaturası məni heyran etdi. Belə. Üçüncü cümlə. Məni də yaxşıca tənqid etmisiniz. Dördüncü cümlə. Hökmən, mütləq bizim institutun doktorantı olmalısınız. Belə. Və bunu tənqidi məqaləni oxuyun, o məqalədən istinad edib. Hə, həmin məqalə özü onun tənqid olunduğu məqaləni oxuyub belə nəticəyə gəldi. Sonra başladı biraz sual hardansan filan rayona gedəcəm. Hə, dedi ki, bizdə doktorantura qəbul imtahanları sentyabrda başlayır. Onda da belə əlaqə, mobil telefon bir o qədər yox idi. Mütləq bizə müraciət elə. Sağollaşıb qapıdan çıxanda dedi Məhərrəm, rayondakı telefonlarını götür. Gedər birdən gəlməz. Və bu qədər həssas. Mən nömrələri verdim və çıxdıq, gəldik. Sentyabrın əvvəlində rayona, Goranboya zəng gəldi. Məhərrəm Qasımlı idi. Deyir, Yaşar müəllim Bilgətdə dincəlir. Mənə zəng etmişdi ki, Məhərrəm, məni o tənqid eləyən oğlana zəng elə, sənədlərini hazırlayıb gətirib gəlsin. Hesab edirəm ki, bu müəyyən qədər onun haqqında öyle təsəvvür yaradar. Sonra imtahan başladı. Mən bu imtahanlarda da belə təvazökarlıqdan uzaq olsa da parlaq belə cavablar verdim. İmtahanda da Azadə Rüstəmova, rəhmətli Azadə Rüstəmova var idi. O da klassik ədəbiyyat mütəxəssisi idi. Təsəvvüf baxımından onu da imtahanda tənqid elədim cavab verəndə. Sonda dəyərləndirmədə o da dedi ki, bu gəncin çox belə dərin mənalı gözləri var. Öz-özümə fikirləşdim, mən hara düşmüşəm? Mən də universitet mühitindən gəlmişəm. Direktor müavini belə, direktoru elə, nə bilim, Azadə Rüstəmova professoru belə. O ədəbiyyat institutunun mühiti o dövrdə həmin şey. Mən doktoranturaya qəbul olunandan sonra bizim bir söhbətimiz maraqlıdır. O həm də Yaşar Qarayevin o bayaq dediyimiz metafora, müqayisə çox yaxşı izah edir. Artıq doktoranturaya da qəbul olandan sonra Yaşar müəllim çağırdı məni. Dedi, indi gəl yaxından tanış olaq. Kimsən, kimlərdənsən, hardan Artıq qəbul olunandan sonra. Qəbul olmuşam, Yəni, elmi illər rəhbərim, keçməyib mövzu də. da götürmüşəm və təkidlə dedim ki, mən təsəvvüfdən. Bu milli mədəniyyət sistemində poetik təsəvvüf kodu. Dedim, mən təsəvvüfdən mövzu götürməliyəm. İdealist fəlsəfəyə, dini fəlsəfəyə. Həmən əsərdir bu. Hə, həmən əsərdir. Yaşar müəllimin ön sözü iləndir. Burada da onu qeyd eləmişik. Yaşar Qarayevin ön sözü ilə. Bunu müdafiə elədim, mən bu mövzunu götürmüşdüm. Və təmin etiraf edim ki, idealizmə, dini görüşlərə belə bir meyilli dövr, gənclik dövrü keçirirəm. Dedi, kimsən, kimlərdənsən, hardan gəlirsən, hara gedirsən? Üslubu da belə idi. Dedim, Yaşar müəllim, atam Cənubi Azərbaycandandır, Ələmdar vilayətindən. Atamın atası da ora Ordubaddan keçibdi. Anam isə Şəkilidir. Belə. Dedi, dayan. Təxminən dedi 100 il bundan qabaq bir cənublu mühacirlə bir Şəkili xanımın izdivacından əsrin böyük ateisti Mirzə Fətəli Axundzadə dünyaya gəldi. İndi sənin timsalında mən görürəm ki, növbəti 100 ildən sonra digər bir cənublu mühacirlə Şəkili xanımın izdivacından əsrin böyük idealisti dünyaya gəlirdi. Epoxalar arasında analogiyaları tutasan, dərhal bu təfəkkürün belə şeydir də. Sərrastı. Hə, dərhal da. Yaşar Qarayevin hər cümləsi elə təəccübləndirici idi də o şəkildə. Sonra onun rəhbərliyi ilə müdafiə elədik. Müdafiə prosesində də məsələn, kifayət qədər çoxunun heç rastlaşmadığı halda abonent mənə mənfi rəy yazdı. İndi müdafiə prosesində abonentin mənfi rəyi, mənə mənfi rəy yazılanda dedilər, belə bir hadisə 30 il bundan qabaq olmuşdu. Onda Yaşar müəllim bu kitabın ön sözündə olan rəyi, mənə rəyi
əslində elə həmin abonentə cavab kimi də yazmışdı ki, nəzəri metodoloji ümumiləşdirmə, yanaşma, metodoloji alətlər, multidisiplinarlıq, bunlar daha vacibdir. O məni tənqid edən abonentin əsas rəyi ondan ibarətdir ki, dövr çox böyükdür. 13-16-cı əsrlərdə bütövlükdə necə tədqiq eləmək olar? Təsəvvüfün o mənbəyinə toxunulmuyor. Yüzlərlə, minlərlə, 10 minlərlə mənbələr var. Nə bilim, filan risalə şərh olunmuyor, filan şey olunmuyor. Yaşar müəllim orada həmin məşhur cümləsini yazdı ki, Nəsimiyə təkcə Nəimidən baxmaq 14-cü əsrin düşüncə və şuur səviyyəsində donub qalmaq deməkdir. Həm Nəsimiyə, həm də Nəimin özünə 21-ci əsrdən Sərxandan baxmaq lazımdır. Yəni o belə bir həmin klassik ədəbiyyata metodoloji yanaşma verdi ki, nəzəri ümumiləşdirmə, nə qədər mənbələrin elə əsiri olmaq olar. Çox maraqlı Akşin bəy yumor hissi var idi Yaşar müəllimin. Son dərəcə belə maraqlı, o da maraqlı olar. Bir dəfə gənc bir oğlanla qız belə bir ədəb qaydalarının imkan verdiyindən biraz aşırı dərəcədə bir-birinə sığınmışdılar. Belə Yaşar müəllim də bunları bizdən olduğunu da unudub, bunları diqqətlə süzür. Biz də Yaşar müəllimi süzürük ki, Yaşar müəllim bu gəncləri müşahidə eləyir. Birdən ayıldı ki, biz bir müddətdir bunun baxdığını biz görürük belə. Dedik, cəmiyyətdə hər cür liberalizmin bir sərhəddə olsa yaxşıdır. Sonradan bu bizim dostlar arasında bu ifadə folklorlaşdı ki, belə cəmiyyətdə hər cür dərhal köçürtdü sosial müstəviyə, müşahidəsinin belə bir idraki tədqiqat mahiyyətli olmasını da orada ifadə elədi. Bir dəfə də bu Tehran Əlişanoğlu bizim görkəmli ədəbiyyatşünas alimimiz Yaşar müəllimin 60 illiyində bir kitab yazmışdı. Otağında onu redaktör edirdi. Belə bir cümləyə rast gəldik ki, Yaşar Qarayev özünün çoxsaylı elmi, ədəbi məqalələri ilə müasir ədəbiyyatşünaslığı daim dağdaşlığa yönəltmişdi. Dağdaşlığa. Ç hərfinin yerinə D gedibdi. Çağdaşlığa yönəltmişdi. Olmalıydı müasirliyə yönəltməlidir. Olubdu dağdaşlığa yönəltməlidir. Yaşar müəllim dedi, vallah mən heç vaxt heç kimi dağdaşlığa da yönəltməm. Dağdaşa salmışam. Bir humoristik hadisə də danışım. Yaşar müəllim deyir, Sovet dövründə çox istedadlı bir doktorantımızın o dövrdə qeydiyyat çətin idi. Problemini həll eləmək üçün deyir. Müəyyən deyir belə tanışlıqlardan istifadə eləyib, Xəzər dənizi sahilində bir gəmi yataqxana var idi. Ora qeydiyyata saldırmışdım, deyir bunu ki, belə də elmi fəaliyyətlə məşğul olsun, müdafiə eləsin. Həm də xeyirxah adam idi. Bütün nüfuzundan və imkanlarından, hər şeydən hamı üçün, gənclər üçün istifadə edirdi. Deyir, bir gün bu doktorant, aspirant, başı lovlu gəldi Yaşar müəllim üstünə ki, Yaşar müəllim, evim yıxılıb. Deyir, dedim, nə olubdu oğlum, nə başı? Deyir, gəmini təmir ediblər, gedib Həşdərxana. İndi belə çıxır ki, mən Həşdərxana qeydiyyatdayam. Maraqlı hekayə mövzusudur. Bu belə Yaşar müəllimin belə qəribə yumor hissləri var idi. Qəribə. Nə deyim valla? Çox maraqlı. Sərxan müəllim, mən belə deyim də, o bayaq siz kitabdan Yaşar Qarayevin bir cümləsini oxudunuz ki, mən bunu sizə borc verirəm. Mən düşünürəm ki, bu qısa müddətli söhbətimizdə siz o borcun bir hissəsini qaytardınız. Sağ ol, təşəkkür edirəm Akşin bəy. Mənim üçün böyük qiymətdir. Çox sağ olasın. Və biz də sizə təşəkkür eləyirik ki, bu nəhəng alimin həm şəxsiyyətin haqqında onu tanımayanlara mənə elə gəlir ki, müəyyən mənada onun portretini yaratmaq üçün öz bilgilərinizi əsirgəmədiniz. Yenə də son sözü istəyirəm siz deyəsiniz və belə bir sualım, yəni son söz üçün belə bir sualım var ki, müasir Azərbaycan gəncliyi Yaşar Qarayevi nə üçün tanımalıdır? Yəni bir gəncin beynində belə bir sual formalaşarsa, yaranarsa, bizim cavabımız nə olacaq? Belə ümumiləşmiş belə cavab verərdim ki, müasir Azərbaycan gəncliyi Yaşar Qarayevi bir milli kimlik olaraq, ümumbəşəri kimlik olaraq və fərdi şəxsiyyət kimliyi olaraq özünü itirməmək üçün tanımalıdır.
ümumbəşəri kimlik üçün, milli kimliyi üçün və fərdi şəxsiyyət kimliyi üçün. İndi Azərbaycan gəncliyi sanki iki alternativ qarşısındadır. Ekranı sürətlə çevir, müvəqqəti həzz al və bayaq dediyimiz kimi o düşünürəmsə varam və yaxud da görünürəmsə varam və kimlik olaraq, etnik milli kimlik olaraq, ümumbəşəri kimlik olaraq, şəxsiyyət kimliyi olaraq məhv ol. İkinci alternativ, vərəqə ehmalca çevir. Təbii bu metaforadır da və səbirlə dərindən düşün və etnik kimlik olaraq, milli kimlik olaraq, şəxsiyyət kimliyi olaraq, ümumbəşəri kimlik olaraq var ol. Yəni o Descartes-in deyir, düşün və düşünərəkdən var ol. Mənə elə gəlir ki, bu metaforik yanaşmada o vərəqinin astaca çevrilib, dərin səbirlə düşünülməsi müasir dövrdə gərək olan realımız, mütəfəkkirimiz, şəxsiyyətlərimizdən ən əsaslarından biri məhz Yaşar Qarayevdir. Təşəkkür.